mövlud günündə bura toplanmış əziz və dəyərli şəhid anaları, şəhid ataları, bizim hünərli qazilərimiz, ictimaiyyət adamları, məktəblərimizdən olan qonaqlarımız var, müəllimlərimiz var, şagirdlərimiz var. Hamımızı salamlayırıq. Hamımızı salamlayırıq. Bilirsiniz ki, ailəmizin Abdullah'dan başqa bir evladı yoxdur. Bu, elə biz üçün, elə hamını əvəz edən bir evladdır. Əgər sağ qalan dövrünə qayıtsaq, çox xoşbəxt idik. Allah billah, böyük də kiçik də hamısı həsəd aparırdı. Çoxları deyirdi ki, bir dənədir hər şey olacaq. Nə vecinə deyir, nə istəsə eləyərlər, nə desə eləyərlər. Amma bu imkanı biz ona yaratmamışdı. O qədər də belə qabaritli görsənmirdi. Amma olurdu, şıntaqlı olurdu, baxırdı, gördü nə eləyirdi. Biz üçün qəbul edir də. Onun tasız balıqdır ki, nə eləyirdi ki? Həyat belə gətirdi, belə alındı. Allah şəhidimizə rəhmət eləsin. Şəhidlərimizə Allah rəhmət eləsin. Əziz şəhid valideynləri, Allahdan sizlərə səbir edirəm. Özümə də çox ağır dərdlərə tutulmuşdur. Vətəndən bağlı. Bir anda qeyd elədim. Bizim cərgələrimizdə evlad itirən, zaman evlad itirən valideynlər, Allah onlara da səbir edir. Bunların özləri də bilir ki, biz nə çəkirik. Yaxşı bilir. Dünyada ən şirin meyvə qəlbin meyvəsidir, ona evlad deyirlər. Pis olanda da atmaq olmur. Şirinlikdən atmaq olmur. Acılıqdan da neynəmək olmur. Mən qarışdırıram. Yəni elə bir şeydir ki, nə yemək olmur, nə də atmaq olmur. Belədir. Allah bizlərə səbir versin, xalqımızı, elimizi, obamızı qorusun. Vaxtımız gedir inşallah. Belə bir şeydir ki, şəhidimizin və şəhidlərimizin haqqında Azərbaycan himni ifa olunacaq. Xahiş edirəm bir dəqiqə sükut edək.